Dostlar, sizə bir həkim haqqında danışmaq istəyirəm. Asif Nəsirli, Azərbaycanın yeganə uşaq radioloqu, Milli Onkologiya Mərkəzinin həkimi, 18 il radioloq işləyən, minlərlə həyatı xilas edən, minlərlə balanı sağlamlığına qovuşduran Asif Nəsirli, həmin o Asif Nəsirli ki, indi Milli Onkologiya Mərkəzində ölümlə pəncələşir. Onun qatili, onun sağaltdığı pasiyent oldu. 2025-ci ilin oktyabr ayında 6 dəfə kimya alandan sonra adam sağ-salamat evə göndərilir. Asif Nəsirli onu sağaldır. Düz bağırsaq xərçəngi ilə tamamilə sağaldır və göndərir evinə. Hətta yol pulunu da verir ki, bilir ki, kimsə artıq bu adama kömək eləmir. Bir neçə ay sonra həmin adam qayıdır və öz xilaskarını öldürməyə cəhd edir. Özü ölür. Dərhal insinuasiyalar başlayır və deyirlər ki, qazi idi. Bu məsələ ilə bağlı istəyirəm hərbi ekspert Ədalət Verdiyevin paylaşdığı bir postdan bir balaca bir şey oxuyum. Məlum oldu ki, Mübariz Əliyev 2006-2007-ci illərdə müddətli hərbi xidmətdə olub, səfərbərlik zamanı isə orduya çağırılmayıb. Mübariz nə müharibə iştirakçısıdır, nə də müharibə əlilidir. Hərbi ekspert Ədalət Verdiyev araşdırma aparıb və belə bir nəticələr ortaya çıxıb. Demək, 6 il tibb universiteti, ondan sonra yenə də oxumaq, 18 il təcrübə, nə qədər müəllimləri, bilik ötürən müəllimləri, nə qədər illər, saatlar kitab arxasında təcrübə, nə qədər xəstələr, balasını qucağına alıb gələn xəstələr ki, mən balamı xilas elə, nə qədər sağalan xəstələr, düzdürmü? Nə qədər umutlu olanlar, təsəvvür edin, nə qədər indi Azərbaycanda xərçəng xəstəsi olan uşaqların valideynlərinin umudu kəsildi. Kimi yanına aparacaqlar. Radioloqlar çox gec yetişir. Ümumiyyətlə, onkoloqlar çox gec yetişir. Çünki ağır peşədir, psixoloji çətinlikləri də var. Qaldı ki, radiologiya, uşaq radiologiyası heç. Bir çox həkimlər deyir ki, ümumiyyətlə, radioloq olmağı heç vaxt istəmərəm. Uşaq radiologiyasına geçsədim, deyir, təcrübəm vardı. Bir ay getdim, gördüm ki, mən dəli olaram, mən ölərəm, bir aydan sonra burada dərddən ölərəm. Balaca uşaqlar saçları tökülüb, zarıyırlar, heç bilmirlər ki, nədən ağrıyırlar. Bax, bu insan ona bir həkimin paylaşımında